Salam əziz şagirdlər, kanalıma xoş gəlmisiniz. Mən biologiya müəlliməsi Vüsalə müəllim. Kanalımda nə öyrənəcəksiniz? Kanalımda yeni dərsliklər əsasında dərslərin izahı, kitabda verilən, dərslərin sonunda verilən sualların izahlı, həlli və yaxud izahları, dərsin sonunda, hər bir dərsin sonunda dərsə uyğun olaraq yeni çıxan 8-ci sinif testlərinin, din toplu testlərin izahı veriləcək. Kanalıma abunə olmağı unutmayın. İndi isə keçək dərsə. Dərsimiz həzm və qidalanma bölməsindən başlayacaq. Çalışacağım bütün bölmələrin izahlarını izləmədə olun. Deməli, həzm və qidalanma, həzm sistemi qidanı orqanizmlə mənimsəyə biləcəyi qida maddələrinə çevirmək və orqanizmin həzm olmayan qida qalıqlardan azad etmək kimi iki əsas funksiya yerinə yetirir. Deməli, həzm sistemimizin funksiyası nədir? Qidaları orqanizmin həzm edə biləcəyi şəklə salmaq və həzm olmayan qida hissələrini orqanizmdən xaric etməkdir. Deməli, həzm sisteminin fəaliyyəti haqda hələ qədim zamanlardan alimlər araşdırmışdı və bu da 11-ci əsrin əvvəllərində ən müdrik təbiblərdən biri olan İbn Sina qidanın vacibliyi və mədə xəstəliklərinə qarşı həssaslığını qeyd etmişdi. Bundan sonra gəlin burada suallara baxaq. Qida maddələri orqanizmdə necə həzm olunur? Qida maddələri orqanizmdə ilk olaraq qida maddələri həzmi ağız boşluğunda gedir. Biz ilk olaraq həzm sistemi orqanlarımıza nəzər salsaq, bu şəkildə indi ağız boşluğu verməyib, qida borusundan göstərir. Ağız boşluğu, udulaq, qida borusu, mədə və bağırsaqlardan ibarətdir. Həzm sistemi orqanlarımız. Qida maddələri ilk olaraq ağız boşluğumuzda həzm olunur. Ağız boşluğunda müəyyən fermentlərin, böcək vəzi sayəsində qida ilk olaraq islanır və fermentlərin təsirindən ağız boşluğunun ilk həzmi başlayır. Ağız boşluğu zəif qələbli mühit olduğundan qida maddələri ilk olaraq karbohidratlar parçalanmağı ağız boşluğundan başlandı və bunun davamı olaraq qida borusunda davam edir. Yəni ağız boşluğunda islanmış kütlə qida borusunda həzmi davam edir və bundan sonra mədəyə keçir. Mədədə də qismən həzm olunur qida maddələri. Burada da fermentlərin təsirindən, mədə şirələrinin təsirindən qidanın həzmi gedir. Mədədə müəyyən qədər həzm olmuş qida hissələri bağırsaqlara keçir. İlk olaraq nazik bağırsağa gəlir, sonra yoğun bağırsağa keçəcək. Nazik bağırsaqda mədəaltı vəzin, bir də qaraciyərin hazırladığı ödün axacaqları nazik bağırsağa açılır və burada qidanın həzmi demək olar əsas hissəsi nazik bağırsaqda gedir. Qida ən xırda hissələrə parçalanır, bağırsaq divarından qana sorulur. Həzm olmayan qida qalıqları qalan hissə yoğun bağırsağa keçir. Yoğun bağırsaqda isə qalan suyun artığı geriyə sorulur, həzm olmayan qida qalıqları isə xaric olunur. Bu həzm prosesi haqqında danışdım sizə. İkinci suala gələk. Bu proses müxtəlif canlılarda fərqli ola bilərmi? Əlbəttə fərqli olar. Canlılar aləmi müxtəlif olduğu üçün həzm də canlılar aləmində hər bir canlıda fərqli həzm sistemi var. Canlılar mürəkkəbləşsə, qida mürəkkəbləşsə, həzm sistemi də mürəkkəbləşir. Məsələn, bəzi ot yeyən heyvanlarda, məsələn, herbionlarda, malqarada, qoyunda uzun mürəkkəb həzm kanalları var. Hətta bunların mədə 4 kameralıdır. Və bu isə onların otun tərkibində, biz bilirik ki, bitkilərin tərkibində selluloza var. Bu sellulozanın həzmi çətin olduğu üçün buna görə bunlardan həzm sistemi uzanmışdır. Bundan sonra karnivorlarda, yəni itdə, pişikdə bağırsaq nisbətən qısa olur. Çünki onlarda nisbətən asan həzm olunan zülallarla qidalandığı üçün bağırsaq nisbətən qısa olur. Omnivorlarda isə bitki və heyvanla qidalanan canlılarda həzm sistemi onlara uyğunlaşmışdır. Gəl bu səhifədən bir də xatırladaq ki, həzm sistemi orqanlarımız hansılardır? Həzm sistemi orqanlarımız ağız boşluğu, udulaq, qida borusu, mədə, bağırsaqlar və həzm sistemi orqanımızdan kənar yerləşən mədə-altı vəzi, qaraciyər və qaraciyərin hazırladığı öd. Bunlar da həzmə aid olan orqanlara, həzm sisteminə aiddirlər. Hamısı. Sonra isə keçək dərsimizin orqanizmdə maddələr mübadiləsi nədir? Biz bilirik ki,
Gəl ilk olaraq suallara baxaq. Orqanizm həyat fəaliyyəti üçün enerjini hardan alır? Orqanizmdə həyat fəaliyyəti üçün əsas lazım olan enerjini qidalardan alınır. Yəni qidaların parçalanması zamanı alınan enerji bizim fəaliyyətimiz üçün, bütün orqanizmlərin, canlıların fəaliyyəti üçün ən vacib olan enerjidir. Əldə olunan enerji hansı proseslərə sərf olunur? Əldə olunan qidaların parçalanmasının əldə olunan enerjinin bir hissəsi biosintez reaksiyalarına, yəni bədəndə yeni maddələrin əmələ gəlməsinə, bir hissəsi isə istilik şəklində xaricə ötürülür. Sonra gəl dərsə baxaq. Təbiətdə canlılar əsasən iki tip var. Avtotrof və heterotrof qidalanma tipindən istifadə edilir. Deməli, canlılar əsasən iki tip avtotrof və heterotrof qidalanmadan istifadə edilir. Avtotrof qidalanma nədir? Avtotrof qidalanma, ilk olaraq gəlin kitabdan oxuyum, sonra bizə izah verəcəm. Avtotrof qidalanma orqanizmlər qeyri-üzv maddələrdən üzv maddələr hazırlar və onlarla qidalanırlar. Yəni, avtotrof qidalanan orqanizmlər özlərinə qida maddələri hazırlayırlar. Fotosintez sayəsində hazırlayırlar. Və yaxud da ki, onlar xemosintez reaksiyalarından istifadə edə bilirlər. Onu gələcək dərslərdə keçəcəksiniz. Yəni, fotosintez sayəsində orqanizmlər qeyri-üzv maddələrdən üzv maddələr hazırlayır. Məsələn, bitkilər, qeyri-üzv maddələr nədir? Sudan, karbon qazından yeni üzv maddə, glikozanın şəkəri sintez edir. Avtotrof qidalanma. Aşağı siniflərdə fotosintez keçmişik. Bu avtotrof qidalanma aid. Heterotrof qidalı orqanizmlər bitki heyvanların hazırladıkları hazır üzv maddələrdən istifadə edirlər. Yəni, biz özümüz insanlar, heyvan və bəzi bitkilər də var ki, heterotrof yolla qidalanan bəzi bitkilərimiz də var. Bunlar hazır üzv maddələrini qidalanır. Yəni, özləri üçün qida sintez etmirlər. Orqanizm ətraf mühitdən oksigen, su, mineral duzlar, qida maddələri alır və parçalama məhsulları olan karbon qazı, amoniak, sidik cövhəri, sidik turşusu, mineral duzlar və suyun artığı orqanizmin hüceyrələri tərəfindən xaric olunur. Deməli, bütün orqanizmlərə ətraf mühitdən su, mineral maddələr, duzlar, qida maddələri daxil olur. Və bu qida maddələri orqanizmdə parçalanmalıdır. Yəni, parçalanma ki, daha asan şəkildə, rahat şəkildə qana sorulsun. Çünki biz yediyimiz qida maddələrin, məsəl üçün, yediyimiz hər hansı bir ət mənşəli qida və ya yumurta, bunlar zülal mənşəli qida maddələr yediyimiz kimi qana sorulmur. Bunlar hamısı parçalanıb, ən sadə şəkildə gələndən sonra, yəni amin turşularına, karbohidratları ən sadə şəkildə parçalanıb qana sorulur. Və bunların isə qana sorulandan sonra hüceyrələr bunu qəbul edəndən sonra hüceyrələrdə qida maddələr həzm olunub, parçalanandan sonra onlar da təzədən qana qayıdılır və karbon qazı, amoniak, sidik cövhəri, sidik turşusu, mineral duzlar şəklində və də bir daha suyun artığı şəklində orqanizmdən xaric edilir. Yəni, hüceyrələr bunu həzm edəndən sonra bunların da artıq hissələri xaric edilir. Qidanın tərkibindəki üzv maddələr həyat fəaliyyəti, böyümə, inkişaf üçün zəruri maddələrdir. Deməli, biz qidanı nə üçün qidalanırıq? Onların tərkibində olan üzv maddələr bizə, bədənimizə lazımdır. Çünki onlar lazımdır ki, bizim böyüməyimizə, inkişafımız üçün, hərəkətimiz üçün lazım olan enerjini, bədənimizə yeni maddələrin əmələ gəlmək üçün bu qidadan lazım olan enerji bizə lazımdır. Daxil olan mürəkkəb üzv birləşmələr orqanizm hüceyrələri tərəfindən olduğu kimi mənimsənilmədiyi üçün onlar daha sadə birləşmələrə parçalanır və bədəndən özünə uyğun yeni maddələr əmələ gəlir. Uşaqlar, bayaq mən sizə dedim, yenə də biz yediyimiz qidalar, hər nə yeyiriksə qidalar, olduğu kimi həzm oluna bilər hüceyrələr. Hüceyrələr onu elə qəbul edə bilər ki, xeyr. Ona görə bu qidalar əvvəlcə ən sadə birləşmələrə qədər həzm orqanlarımızda parçalanır və dərsin başlanğıcında dedik ki, həzm orqanlarımızda həzm fermentlərinin təsirindən ağız boşluğunda, mədədə, bağırsaqda bunların həzmi gedir. Ən son nazik bağırsaq tam olaraq parçalanır, qana sorulur və qana lazım olan qida maddələri qana sonra qan vasitəsilə orqan və toxumalara aparılır. Və bunda isə orqanizm özünə uyğun bu parçalanmış qida maddələrinə, məsələn, ən parçalanmış zülallar parçalanan amin turşularına qədər, yağlar karbohidrat, glikozaya, karbohidratlar glikozaya, yağ turşularına qədər parçalanır və bunlar da orqanizm özünə uyğun, hər bir orqanizm özünə uyğun qida maddələri hazırlayır. Orqanizm hüceyrədə gedən belə sintez reaksiyası anabolizm və ya plastik mübadilə adlanır. Yəni,
yeni bir maddələrin sintezi. Bax, bu şəkilə də baxaq. Orqanizmdə, baxın, bu qida maddələri parçalanmış şəkildədir. Parçalanıb və yenidən təzədən birləşib yeni bir maddə sintezi başlayıb. Fikir verin, yeni bir maddələrin sintezi başlayıb. Yəni, orqanizm özünə uyğun şəkilə salır. O qidanı özünə uyğun şəkildə, özü həzm edəcək şəkilə salır. Bunlar və yeni maddələr yaradır. Maddələrin parçalanması nəticəsində hüceyrələrdə enerji ayrılır və alınan enerjinin bir qismi canlıların bədən qurulmasına sərf olunur. Əks sərf hissəsi istilik şəklində ətrafa gəlir. Bu isə anabolizm şəklidir. Bu isə katabolizmin şəklidir. Katabolizmlə fikir verin, qida maddələri parçalanır, yeni bir hissə görürsünüz parçalanır və bu zaman yüksək enerji alınır. Bu enerjilərin bir hissəsi orqanizmdə yeni maddələrin qurulmasına, yəni ki, bu hissəyə sərf olunur. Yeni maddələrin qurulmasına, qalan hissəsi isə, əksər hissəsi istilik şəklində bədəndən ayrılır. Buna isə katabolik və ya energetik mübadilə, çünki çoxlu şəkildə enerji ayrılır buradan, energetik mübadilə deyilir. Orqan baş verən anabolik və katabolik proseslərin cəmi maddələr mübadiləsi adlanır və yaxud da metabolizm. Yəqin ki, metabolizm sözü çox eşitmişsiniz. Deməli, anabolizm və katabolizmin cəmi maddələr mübadiləsi adlanır. Maddələr mübadiləsi həzm, tənəffüs, ifrazat prosesləri tənzimləyir. Əsasən həzm, tənəffüs və ifrazat prosesi üçü də maddələr mübadiləsinə daxildir. İndi gəlin bu şəkilə baxaq. Siz şəkildə görürsünüz ki, burada həzm sistemi orqanlarımızı görürük. Həzm sistemi orqanlarımıza ilk olaraq qida həzm sistemi orqanlarımızda həzm olunur. Həzm olunandan gəlib əsas həzmdə, əsas hissəsi nazik bağırsaqla baş verir. Nazik bağırsaqdan həzm olmuş qida qalıqları qana sorulur. Qanda qida maddələri, əsas hissəsi qana sorulmuş qida maddələri qana sorulur və qanda hüceyrə və toxumalarda siz fikir verin, bu hüceyrə və toxuma həyat fəaliyyəti zamanı lazımsız hissələri yenə də qana sorulur. Venoz qana gəlir, venoz qan gəlir ürəyin sağ hissəsinə, sağ qulaqcığına və oradan da sağ mədəciyə, ağciyər dövranına qoşulub sağ mədəcikdən ağciyərə gəlir. Ağciyərdə tənəffüs zamanı venoz qan ağciyərə gəldi axı. Tənəffüs zamanı biz oksigeni qəbul edəndə ağciyərdə, alveollarda diffuziya sayəsində oksigenlə karbon yerini dəyişir. Yəni karbon qazı ilə zəngin qan gəlmişdi ağciyərə, çirkli venoz qan və oksigenlə zəngin qanda oksigen atmosfer havasına daxil oldu və alveollarda diffuziya ilə yerini dəyişdi. Və təmizlənmiş qan təzədən ağciyər, təmizlənmiş qan təzədən sol qulaqcığına daxil oldu. Bundan sonra qanda olan mayenin artığı və yaxud da ifrazat tullantılar böyrəklər vasitəsilə də bir hissəsi böyrəklər və su, sidik cövhər və duzlar şəklində də xaric olunur. Sxemə diqqət yetirsək, yenə bir daha sxemə diqqəti, həzm sistemi orqanlarımız, həzm sistemi maddələr mübadiləsi əsasında tənəffüs, qidalanma, bir də ifrazat dayanır. Üçü birlikdə maddələr mübadiləsinin əsasını təşkil edir. Təxmini buradan da başa düşdük ki, həzm olmuş qida qalıqları, bir daha deyirəm, keçdi qana. Qan bütün orqan və toxumaları qidalandırdı. Qandan keçdi orqan və toxumalara, hüceyrəyə. Hüceyrənin də lazımsız parçalama məhsulları xaric etdi qana. Qan da gətirib bunu ağciyərlərdə təmizləyəcək. Bir hissəsi isə lazımsız tullantıda ifrazat vasitəsilə su, sidik cövhər, duzlar şəklində orqanizmdən xaric edəcəkdir. İndi isə mineral maddələrin mübadiləsinə və gəlin burada bir düşün, müzakirə paylaş. İnsan il ərzində 500 kiloqrama yaxın qida qəbul etsə, onun şəkli o qədər də dəyişmir. Bunun səbəbi nədir? Bunun səbəbi nə ola bilər sizcə? Bunu müzakirə edək, rəy bölməsində yaza bilərik. Deməli, mineral maddələr mübadiləsi nədir? Hər gün orqanizmə qida, su, qida ilə su ilə müxtəlif mineral maddələr daxil olur. Və bu orqanizmdə mineral maddələr, duzlar və duz ionları şəklində orqanizmdə vardır. Və onlar maddələr mübadiləsində fəal iştirak edərək hüceyrənin müxtəlif maddələrin daxil olmasını və çıxmasını tənzimləyir. Orqan qida maddələrinin tərkibində təxminən 60-dan çox kimyəvi elementlər vardır. Yəni bunlar kalsium duzları, natrium və yaxud da ki kalsium duzları, natrium, kalium, dəmir, eritrositlərin tərkibində daxil olan dəmir bunlara aiddir, kimyəvi elementlərə aiddir.
Deməli, kalsium, orqanizmdə kalsium funksiyası nədir? Kalsium, məsələn, bu elementlər orqanizmin mikro və makro elementlərə ayrılırlar. İlk olaraq sizə makro elementlər haqqında verim. Makro elementlərə kalsium, kalium, natrium, maqnezium, fosfor, xlor elementləri aiddir. Onlar orqanizmdə sinir impulslarının ötürülməsində, su-duz balansının saxlanılmasında əsas iştirak edirlər. Bundan əlavə sümüklərin tərkibinə daxil olub bir sıra funksiyalar yerinə yetirirlər. Mikroelementləri isə dəmir, yod, sink, kuprium, manqan, selen. Bunlar da bir sıra hormonların, fermentlərin tərkibinə daxil olur. Orqanizmdə bir sıra funksiyalar yerinə yetirirlər. Məsələn, burada kalsium dozları sümüklərin böyüməsini, qanın laxtalanmasını, natrium, kalium ionları sinir impulslarını və əzələ fəaliyyətini təmin edir. Dəmir isə eritrositlərin tərkib hissəsini təşkil edir və onun çaşmağı qan azlığına səbəb olur. Biz bilirik ki, eritrositlərin tərkibində nə vardır? Hemoqlobin. Bu hemoqlobinə dəmir elementi bu hemoqlobinin tərkibinə daxildir. Bunun məhsuldarlığı qida məhsulları, meyvə və tərəvəz, ət, yumurta sarısı dəmirlə zəngindir. Uşaqlar, və mən sizə əlavə olaraq bir-iki əlavələr deyim. Məsələn, kalsium çatışmazlığı osteoporoz xəstəliyinə, dəmirin azlığı anemiyaya, yodun çatışmazlığı qalxanvari vəzin funksiyalarının pozulmasına, sink azlığı immunitetin zəifləməsinə, yaraların gec sağalmasına təsir göstərir. Mineral maddələr mübadiləsində orqanizm sağlamlığı üçün həyati funksiya malikdir. Hormonların, ferment sisteminin normal fəaliyyəti üçün vacibdir mineral maddələrin. Gələn dərslərimizdə isə vitamin mübadiləsindən danışacağıq.